Hörmətli tamaşaçılar, Respublika Çempionatı U9 liqasında Rofun və Sabah komandalarının oyununu izləyirsiniz. Birinci hissə 0-0 hesabı ilə bitib. Hər iki komandanın şansları oldu, amma hesab hələ ki açılmayıb. Rofun komandası ikinci hissədə oyuna başlayır. İkinci hissədə oyuna 11 nömrə oyuncu Həsən daxil olub Rofundan. Tamerlan. Out. Rofunun. Riyad. Out'u yerinə yetirəcək. Birinci hissədə Riyad çox yaxşı təsir bağışlamışdı. Ümid ki, ikinci hissədə də eyni tempdə oynayacaq. Riyad. Fatih. Sabah komandasının hücumu üzəyirik. Top 17 nömrə oyuncudan çıxır. Rofun komandası out yerinə yetirir. Out yenidən Sabah komandasının. Rofun komandası ikinci hissədə start heyətdə. Bu təhlükə soğuşur. Rofun komandasının qarşısından bəli, elə də olur. İkinci hissədə Rofun komandasında qapını Tuncay qoruyur. 55 nömrə oyuncusu Fatih. 10 nömrə Riyad. 66 Abbas. 99 Tamerlan. 11 Həsən. Start heyətdə oynuyor. Sabah komandasında isə Sabah komandasının hücumu təhlükə hələ də qalmaqdadır. Həsən qapıya doğru zərbə vurmaq Həsənə imkan vermir Fatih. Hakim oyunu saxlayır. Bu arada Sabah komandası cərimə zərbəsi yerinə yetirəcək. Sabah komandasının isə tərkibi ilə tanış olaq. Sabah komandasında iki qapıcı var. Rafael Vagif. Digər oyuncular isə aşağıdakılardır. Emin 5, Fəxri 7, Ülvü 8, Naim 9, Salih 10, Həsən 11, Abdullah 15, Rəvan 17, Tunay 18, Adəm 30, Rəsul 34, Sadiq 77. İkinci hissədə Sabah komandası təzyiq göstərərək hesab açmaq istəyir. Həsən. Həsən top ələ keçirir. Ona zərbə vurmağa imkan verilmir. Həsən. 11 nömrə oyuncu Həsən Rofun komandasında. İrəliləməsi imkan vermir. Bu arada Rofun komandası ikinciden zərbə yerinə yetirəcək. Riyad ikinciden zərbəni yerinə yetirəcək. İkinci hissədə Rofun komandasının ilk ikinci zərbəsi. Riyad. Fatih. Top Həsənə dəyərik, top oyundan çıxır. Yəni Rofun Həsənlə. Hər iki maraqlı komandada Həsənlər 11 nömrədir. Həsənə qarşı 11 nömrəyə qarşı oynayır burada. Riyad. Həsən. Abbas. Riyad. Riyadın ötürməsi keçmir. Rofun Sabah komandası çox təhlükəli gəldi. Tuncay topa müdaxilə etdi. Üçüncüdə zərbə Sabah komandası.
Abbas burada çok yaxşı oynadı. Uzaqdan zərbələr. Sabah komandası. Yoldaşlıq görüşündə Sabah komandası uzaqdan zərbələrlə məhz qalib gəldi deyə bilərdik. Abbas. Hakim isə fiti gözləməyə çağırır. Abbas. Zərbə. Ötürmə daha doğrusu Tamerlan'a. Burada biraz Tamerlan tələsdi. Qapıdan Sabah komandası başlayır. Uğur bu arada Rofum komandasında 17 nömrə oyuncusu oyuna daxil olub. Birinci hissədə Arda zədələnərək oyundan çıxıb. Ümid edirik ki, onun zədəsi ciddi olmayacaq və yenidən komandasına kömək edə biləcək. Fatih irəliyə atır topu. Altrovmun. Uğur. Abbas. Uğur'a dəyir top. Sabah komandası çox təhlükəli gəlir. Riyad. Bravo Riyad. Burada isə Həsənlə Abbas topuşur. Hakim qərarına görə Abbas Həsənə qarşı kobud oynayır. Hakim isə oyunu çox saxlayır. Bu isə onun tempinin aşağı düşməsine səbəb olur. Əslində uşaqlara tez-tez oyunu saxlamanın bir mənası yoxdur. Bu arada Həsənin zərbəsi isə qapının yanından keçir. Hakim çox tez-tez saxladı birinci hissədə oyunu. Ümid edir ki, ikinci hissədə bu təkrarlanmayacaq. Tamerlan. Burada Rofum komandasının oyuncuları birbirini anlamadılar. Her şey yaxşı bitti Rofum için. Riyad. Məhəmməd. Tamerlan'a ötürmə. Həsən Tamerlan'a topu alır. Sabah komandasında. Abbas. Həsənin qarşısını kəsir. İrəli topu atır. Riyad. Məhəmməd. Burada isə Rofum komandasının qarşısında ilk gol. Rofum komandasının oyuncuları birbirini başa düşmədilər burada. Hesab açılır. 1-0 Sabah komandası ilk golu vurur. Golun müəllifi isə 17 nömrə oyuncusu Rəvan. Abbas, Məhəmməd. Abbas. Uğur'a ötürmə, Uğur gedişdi. Uğur gedişdi. Rofum komandasında oyuncu dəyişikliyi Arda oyuna daxil olur. Birinci hissədə zədələnərək oyundan çıxmışdı. Arda hər şey qaydasındadır və oyunu davam etdirir. Məhəmməd. Abbas. Məhəmməd. Tamerlan. Alt Sabahın. Arda. Abbas. Tamerlan. Tamerlan. Arda ötürmə. Abbas. Yox, Riyaddır bu, Riyad. Hakim dəqiqəyə də hər dəqiqə oyunu saxlayır. Yəni Həsən.
Rəvanı ötürmə verdi burada. Rəvanla Həsən bir-birini başa düşmədilər. Həsənə zərbə vurmağa imkan vermir Riyad. Abbas müdaxilə edir topa. Qapıya doğru uzaqdan zərbə. Top qapı yanından keçir. Məhəmməd. Altrov mu? Məhəmməd. Abbas oynayır. Abbas. Riyad. Fatih. Abbas. Tamerlan. Güclə zərbə. Tamerlan. Arda burada isə Sabahın müdafiə xətti Arda zərbə vurmağa imkan vermir. Abbas irəliyə doğru. Ortada Steve. Artıq hakimə qarşı etirazlar çoxalmağa başlayır. Bu arada Fatih, Arda, Tamerlan. Həsən irəliləyir burada. Qapıya doğru zərbə və qol. Sabah komandası ikinci qolunu vurur. Rəsul hesab arasında fərqi 2 xala çatır. 2-0. Hakimin buraxdığı səhvlərə görə isə Rohun komandası məhçisi iradlarını bildirir. Hesab 2-0. Sabah komandasının xeyrinədir. Birinci hissədən fərqli olaraq ikinci hissədə biz Sabah komandasının timsalında 2 gol gördük. Riyad 6'ya getirir. Kapçı topu vur ve 50 oyun. 50 oyun. Burada 50 oyun var. 50 oyun var idi. Hakim ise 50 oyun vermedi. Yani ki tekrar görüntülerde de bakabilirsiniz. Açık el oyunu var idi bunda. Tamerlan burada topu ele keçirebilmedi. Sabah komandası dörtlü hücuma keçir. Kapitan hakimin ədalətsizliyinə etiraz etdiyinə görə cəzalanır və 2 dəqiqəlik oyundan kənarlaşdırılır. Ağabala 2 dəqiqə Tamerlanı əvəzləyəcək, daha doğrusu Abbası əvəzləyəcək burada. Hakim isə təsir olsun ki, oyunun idarə edilməsində səhvlərə yol verir.
Tuncay burada çok yaxşı oynuyor Tuncay. Bravo Tuncay. Ağabala. İmkan vermək olmaz. Ağabala burada ağabala. Topa değeri getirir. Hiçbir şey yoktu. Sərmi yoktu. Fatih. İrəli atır topu. Təhlükəni uzaqlaşdırır Fatih qapısından. Fatih! Qəşəng bir zərbə vurdu burada. Yaxşı bir zərbə vurdu qapıya doğru. Top qapının yanından keçdi. Fatih. Yenidən hakim oyunu saxlayır. Halbuki burada topa oyun var idi, ayağa deyil. Hər bir anda oyundur. Oyunda böyle şeyler olur. Arda. Burada ise 7 nömrəli oyuncu Fəxri. Hesab arasında fərqi 3 qalat çatdırmaq üçün çox yaxın idi. Burada ise çok kobud oyun. Ağabalaya karşı 15 nömrəli oyuncudan. Ağabala çox pis zərbə aldı burada və yerdə qaldı. Sabah komandasının oyuncuları çox sərt oynayırlar. Arda birinci hissədə zədələnmişdi. Burada ise Abdullah Ağabalaya karşı çok pis oynuyor. Riyad sərmə zərbəsini yönetilir. Biraz gelişti Riyad. Fatih. Burada ise Arda. Hesap arasında fərqi minimuma indirir. 2-1. Sabah komandası çok tehlikeli gelmişti burada Emin'le. Emin hesab arası fərqi artırmağa çok yaxındır. Bravo Tuncay vaxtında qapını tərk elədi. Arda. Arda, Ağabala. Arda biraz tələsdi burada. Kücdən zərbə yerinə yetirəcək. Ne verir burada baş? Out yönetir Sabah komandası. Hasan yeniden out. Sabahın Abbas'ın ise 2 dəqiqəsi bitib. Qapıya doğru zərbə oradan. Qapı tenis Sabahı xilas edir. Burada amansız mübarizə gedir top üstündə. Birinci hissənin, daha doğrusu ikinci hissənin bitməsinə isə saniyələr qalır. Yəqin ki hakim indi oyunu dayandıra da bilər bu da saniyələrdə. Sabahın isə son hücum şansı, daha doğrusu Rohbunla hesabı bərabərləşdirmək üçün son şansıdır deyə bilərik.
Arda. Riyad. Rohum komandası bütünlükle hücumdadır. Hasan burada. Riyad. Hasan oynayır. Hasan. Riyad. Fatih. Emin burada. Hesabı. Bravo Tuncay. Beləliklə Sabah Rovum komandaları arasında karşılaşma, gərgin bir oyun bitti. Rovum komandası 2-1 bu oyunda məğlub olsa da çox yaxşı oynuyor. Rovum komandasının isə məşqçisi öz etirazlarını bildirir hakimə. Bəli, hakim bu oyunda çox səfər etdi, amma bu nəticəyə təsir etmir. 2-1 Sabah komandası qələbə qazanır.